Salam əziz izləyicilərim. Çox zaman suallar verir ki, doktor, nə edirəmsə, günlük olaraq səhər yuxudan dururam, yenə də özümü yorğun hiss eləyirəm. Yəni gün boyu daim özümü yorğun hiss eləyirəm. Bunların səbəbləri nədir? Ümumiyyətlə səbəblər çoxdur. Bunlardan biri ola bilər qaraciyər problemi olsun. Özünüzü yorğun, süslü hiss eləyə bilərsiniz və yaxud da ki, bu qan azlığının səbəbindən də ola bilər. Yanaşı olaraq D vitamini əksikliyindən də ola bilər ki, hansı ki bunların çatışmazlığı sizə ümumi yorğunluq verə bilər. Və ən əsası da qanda toksiklik olduğu zaman bilirsiniz ki, bizi yaşadan qandır. Və bizim qanımız hansı səviyyədə təmiz olsa, o səviyyədə də bizim orqanlarımızı qidalandırır. Əgər bizim qanımız toksikdirsə, bu zaman bizim beynimiz, ürəyimiz, gözlərimiz, bütün orqanlarımız bizim o cür toksik qanla qidalanmış olur. Bu səbəbdən də məsləhət görərdim ki, siz ildə 2 dəfə qanınızı filtrasiya edib qanınızı yuyasınız. Bu təkcə şərt deyil ki, sizin qanınız toksikləşsin, sonra gəlin qanınızı yuyun. Ümumiyyətlə bilirsiniz ki, bizim qidalarımız da düzgün deyil. İçdiyimiz belə deyək də şəkərli maddəli qazlı sularımız var və yaxud da ki quru fast food qidalar yeyib paketlənmiş qidalar var ki, hansı ki bizim qanımıza toksiklik verir günlük olaraq. Həddi aşmamaq üçün, o dərəcəyə gəlib çatmamaq üçün də profilaktik olaraq da qanınızı yuya bilərsiniz. Çalışın, hər zaman sağlığınıza diqqət edin. Sağ olun, Allah'a əmanət olun.